anonsumuzda önceden de anonsumuz yazmıştır. Değerli Sayın Yunus Samir taraflarından beraber olacağıq. Azərbaycan Demokrat Partiyasının müşavirlərindən bildiyiniz kimi 21 Azər ərəfəsindəyik və ən önəmli Azərbaycanın tarixi bir günlərindən. Değerli Sayın Yunus Bey de vardılar. Önceden öz təşəkkürümüzü bildiririk. Çağırışı qəbul ediblər və vardılar. Sayın Yunus Bey, buyurun, əgər salamünaleyküm olsa sizdən eşidək ta danışığımıza keçək. Selamlar ve saygılar size ve izleyicilerimize. Ümid edirəm ki bir yaxşı tanışığımız olsun. Bəli, mən təşəkkürümü bildirirəm. Sayın Yunus Bey, bildiyiniz kimi 21 Azər ərəfəsindəyik və bu günü Azərbaycanda bir önəmli gün, bir tarixi gün bilirik və ona görə mərasimlər olur, törənlər olur. İstədim biləm 21 Azərin önəmi nədir ki, 80 ildən sonra bunu biz önəmli tuturuq, 80 ildən sonra bunu biz dəyər veririk, ən dəyərli istəsək bunu dəyərləndirək öz dilimizdə. Bir də ki, mən belə soruşum, əgər 21 Azər təkim bir ittifaq, indi bu vəziyyətdə ki, bu halda ki, yaşayırıq, yenidən yaransa, bunun davamı necə ola bilər? Bildiyiniz kimi 21 Azər bir ildən sonra İran rejimi tərəfindən yıxıldı və orada çox acı bir durum, vəziyyət yaşandı. Çox insanlar, 25 minə yaxın insan qətl edildi İran rejimi demək olar, Pəhləvi rejimi tərəfindən. Buyurun, bu məsələni sizdən eşidək. Bəli, milli hökumətin bərpası bizim millət üçün iki cəhətdən ən önəmli yönləri, iki cəhətdən çarpıcı formada əhəmiyyət daşıyır. Biri o cəhətdən ki, bir millətin, yəni Türk xalqının İranda və ələlxüsus Azərbaycanda öz müqəddəratını təyin etmə haqqı və ona dayanaraq yasal, hüquqi əsaslara da dayanaraq orada bir hakimiyyət quruldu. Milli hökumətin yaranışı İranda olan anayasanın əsli Əncümənhay İyaləti vilayətiyə dayanaraq bərpa oldu və yəni Azərbaycana bir yerel hakimiyyət quruldu. Bu bizim üçün çox əhəmiyyətli və həyati rolu vardır. Bir tərəfi budur, yəni tarixi dayanaq ki, bu millət öz müqəddəratını təyin etmə haqqı çərçivəsində 1945-ci ildə bir hakimiyyət yaratmışdır. İkinci önəmli əsas və yəni hər il onun ciddi alınması, kutlanması və onun haqqında danışmasının da əhəmiyyəti Azərbaycanda yaşayan xalqın ehtiyacları, hüquqları məsələsidir. Yəni, əgərsə indi Azərbaycanda milli hökumətin önəmi ciddi alınır, törənlər bərpa olur və ağırlanır. Yəni, hala bu gün yəni 80 ildən sonra bu xalqın ehtiyacları, hüquqi ehtiyacları bərpa olmayıbdır demək. Ədalət orada bərpa olmayıbdır deməkdir. Yəni, Türk xalqının varlığı rəsmiyyətə tanınmayıb, Türk dilinin varlığı rəsmiyyətə tanınmayıb və Azərbaycanda uluslararası hüquqa dayanaraq, iç hüquqa dayanaraq, yəni o birinci məşrut inqilabında yazılan anayasaya dayanaraq Azərbaycanda bir yerel devlətin olması gərəklidir deyə düşünməyimiz lazımdır. İndi isə məsələ İran İslam Cumhuriyyətində keçən 40 neçə ildə təbiətən belə bir hüquq, belə bir qanun yoxdur. Amma yoxduysa da bugün uluslararası hüquqa dayandığımızda bizim durumda, Azərbaycanda durumunda olan bir şərait, yəni bir xalq ki, müəyyən bir bölgədə yaşayır, yəni FŞÖ-də kompakt formda yaşayır, oranın idarə etmə haqqına malikdir. Və bu açıdan baxırıq, İran İslam Cumhuriyyətində də keçən 40 neçə ildə də bu haqq, yəni Azərbaycan üçün uygulanmamış və halen də o həman milli hökumətin tarixi 21 Azərin tarixi bizim üçün, xalqımız üçün və hətta gələcəyimiz üçün, yəni bu iş olunmalıdır və Azərbaycan öz haqqını əldə etsin deyə öz bölgəsində, tarixi bölgəsində bir hakimiyyət bərpa edib öz qədərinə özü qərar verməlidir deyə. Ona görə bu cəhətdən, yəni həm hüquqi cəhətdən haqlar yerinə alınmayıbdır, bizim əhəmiyyəti var, həm də tarixi cəhətdən ki, bu iş bərpa olubdur. Dediyiniz, yəni bir devlət orada qurulmuşdur. Dediyiniz kimi
təəssüflə o hakimiyyət həyatını bir ildən çox davam etdirə bilməmişdir və bizim üçün çox-çox önəmlidir ki, bu gün diqqət mərkəzinə alaq ki, nə üçün o iş belə oldu, nə üçün hakimiyyət ayaqüstə qalamadı Azərbaycanda. Yəni bugünkü gedirik, hələ şərait də elə gərgin şəraitdir. Yəni İran hakimiyyəti çox çalxantılı və zəif bir durumdadır və İranda bir siyasi, çox böyük bir siyasi dəyişikliyə şərait vardır. O cəhətdən acaba belə bir şəraitdə Azərbaycanda yenə bir yerel hakimiyyət qurduğunda bu hakimiyyət yəni bir sürdürülür, davam olacaqdır deyə düşünməyimiz, daşınmağımız, ona şəraiti analiz etməyimiz lazımdır. Yəni müqayisə etdiyimizdə biraz da bu vəziyyətin, bugünkü vəziyyətinə, o günkü yəni durumun çox fərqli bir vəziyyətdir. Yəni o gün xarici himayət var. Yəni 3 əsl var, 3 əsas, yəni desəm əgər 3 əsas, fərqli başqa şeylər də var, amma 3 əsas var ki, bir hakimiyyətin qurulması və onun sürdürülüyü mümkün olur. Yəni birisi yəni hüquqi yapıdır. Yəni qanunda ona yer açma və şərait yaratma və qanun qülləsin ki, yerel hakimiyyətlər İranda yaranmalıdır. O zaman o vardı. Yəni Məşrutiyyət Anayasasında əsl Əncümənhay İyaləti vilayətinin qanunun yazdığında birinci əslində deyir ki, o əsl Əncümən İyaləti, yəni əsl Əncümənhay İyaləti vilayətinin birinci əslində deyir ki, Əncümənhay İyaləti ölkənin bir bölümüdürlər ki, mərkəzi dövlət olmağa sahib olmalıdırlar. Yəni mərkəzi dövlət hətta proqramın içindədir. Yəni bir güclü dövlət, yerel dövlətin qurulması qanunda dəstəklənirdi və Milli Hökumət o zaman ona görə qurulmuşdu. Amma bugün baxdığımızda İran İslam Cumhuriyyətinin qanunlarında belə bir şey yoxdur. Yəni ümidimiz budur ki, İran İslam Cumhuriyyətindən sonra çalışmalar və güclənmələr İranda, İranın gələcək anayasasında yerel hakimiyyətlərin qurulmasına zəmin yaratsın. Yəni əgərsə biz gələcək İranda anayasada bu uluslararası hüquqa və xalqları ki, yəni kompakt formda bir bölgədə yaşayırlar və onların öz bölgələrini idarə etmə haqqı rəsmiyyətə tanınırsa gələn anayasada, orada bizim belə bir hakimiyyəti, belə bir yerel dövlətin qurulmasına şərait yaranacaqdır. Biri budur, yəni hüquqi yapı olmaq. İndi yoxdur və ümidimiz budur ki, İran İslam Cumhuriyyəti açlığında, çevrildiyində öyle bir hüquqi şərait meydana gələcəkdir. Onu başqa yerlərdə analiz edəcəyik ki, necə belə bir şərait gələ bilər yerinə. İkinci əsas məsələ ki, hakimiyyətin qurulmasında önəmlidir, güc dəngəsinin bozulması, güc dəngəsinin olması. Yəni, yerel hakimiyyətlə mərkəzi hakimiyyət arasında güc dəngəsi elə yəni, qurulmalıdır ki, o mərkəzi hakimiyyət yerel hakimiyyəti yəni, bastırıb aradan aparmasın. Məsələn, 1945-ci ildə Milli Hökumətin yaradışında belə bir güc dəngəsi yoxdur. Yəni, məsələn, İranın çərçivəsində yalnız Azərbaycanda yerel dövlət vardır. Məsələn, hani Kürdistan bölgəsində, Bəluçistan bölgəsində, Loristan bölgəsində, Ərəblərin bölgəsində ya Türkmənlərin bölgəsində əgərsə yerel hakimiyyətə güc olsaydı və meydana gəlsəydi, bu güclərin bir tərəfdən, mərkəzi gücü başqa tərəfdən nəzərdə alsaydıq, güc dəngəsinin yaranması mümkün idir. Yəni bizim indi yəni düşündüyümüz və daşındığımız məsələdə İran hakimiyyəti yıxılandan sonra ələlxüsus keçən 7 ildə milli hərəkətlərin, xalqların, İranda qeyri-fars xalqların bölgələrində o geniş vasitədə böyüməsində bu imkan yaranır ki, gələcək İran, yəni bu rejim meydandan çıxırsa, gələcək İranda qurulan hakimiyyət, yəni mərkəz və çevrəyə baxdığımızda bu dəngənin bir şərait vardır. Məsələn, yalnız Azərbaycan deyil, 1945-də yalnız Azərbaycandır və mərkəzi dövlətdə yəni unitər bir dövlət, şahsı filan bilməm, bu qurulmuşdu və elə bir gücü əldə etdi. Ona görə bu məsələ dəngə orada bozuldu, dəngə dəydi bir-birinə 1945-də və bastırıldı. Məsələn, bu hakimiyyət yıxılırsa belə bir yəni vəziyyət belədir ki, Azərbaycanda milli hərəkatda güclənmişdir, irəliyə getməkdədir. Başlıdır. Əlbəttə ki, biraz məsələn, zəif nöqtələri vardır ki, onları o zəif nöqtələrinə baxıb onları cübran etməyə çalışmalıdır. Amma yəni genel bir tələb və istək bu
hakimiyyətin bərpasına gözə çarpır və əlbəttə bir dənə də bir başqa bir önəmli tarixi bir şey var geçən 100 ildə İranda. Budur ki, hər zaman mərkəzi dövlət zəifləyibdir. Yerel, yəni bu bölgələrdə, qeyri-fars xalqların bölgəsində yerel hakimiyyət və ya yerel dövlətin qurulmasına ya məhəlli dövlətin qurulması çaba göstərilir. Çox ciddi çaba. O zaman ki, hətta məsələ milli düşünüş, milli zehniyyət, milli kültür hətta Azərbaycanda məsələ yoxdur o vəziyyətdə. Yine elə o baxmayırlar 1945-də yəni milli zehniyyət deyək də, hani ideolojik cəhətdən, siyasi cəhətdən milli hərəkət Azərbaycanda yoxdur. Yalnız Azərbaycanın eliti siyasi bir araya gəldi və Azərbaycan Demokrat Firqəsini qurdular və bir hakimiyyət yaratdılar. Amma indi ona ek olaraq bugünkü şəraitdə Azərbaycanda bir milli fikir, zehniyyət və kültür qeyniyib yayılmadadır və o böyük bir imkandır ki, o zaman onda şərait dəyişildiyində Azərbaycanda bir hakimiyyət güclücə yarana bilsin. Bunu deyim ki, mesela bu güc dəngəsində dediyimizdə indi hakimiyyət yıxılırsa şəraitə baxdığımızda indi elə şərait bilmirəm danışma imkan var yox. İran rejimi dəyişilirsə gələcək qurulan hakimiyyət güclü bir hakimiyyət olmayacaq bir tərəfdən. Yəni mərkəzdə gərginlik güclər arası çox ciddi olacaqdır. Böyük bir gərginlik mərkəzlə çevrə arasında olacaqdır və bu vasitə ilə Azərbaycanda bir mərkəz çevrə dəngəsinin qurulmasına şərait vardır. Yəni milli hökumətin devrindən də 1945-dən fərqli olaraq dəngə, yəni siyasi dəngənin qurulmasına şərait vardır. O ikinci faktordur. Birinci faktor hüquqi faktordur. Üçüncü bir faktor da vardır ki, o çox ciddi bir rol oynadı o zamanda və gələcəkdə də rol oynayacaq. O da xarici dövlətlərin himayətidir. Diqqət etsəz o zaman yəni böyük güclər İrana yığışdılar. Yəni 2-ci Dünya Savaşından sonra hani bölüşmələr vardı və bu bölüşmələrdə Sovyet yəni İranın şimalından girmişdi və İngilislər İran trubundan geçmişdi. Bu alışverişdə Sovyet o yəni bərpa, yəni yardım etdi. Yəni yardımı ki eləmişdi Azərbaycana və bu hakimiyyət, milli hökumət qurulmuşdu. O yardımını saxlaya bilmədi. O yardımını çəkdiyində, yəni xarici dövlətin himayəti kəsildiyində o dəngə bozuldu. Çünki iç dəngəsi, diqqət edin, burası çox mühüm məsələdir. Çünki 1945-də Azərbaycanla mərkəzi dövlət arasında siyasi dəngə qurulmamışdı. Yəni Azərbaycan zəif idi dövlət mərkəziyə qarşı. Xarici dəstək o dəngənin qurulmasına yardım edirdi. Yəni Sovyetlərin yardımı o dəngəni qurub və hakimiyyət qurulmuşdu. Amma indi baxdığımızda şəraitə, yəni vəziyyət, yəni iç dəngələr, iç siyasi dəngə də balans, iç siyasi balansın qurulmasına şərait var. Niyə ki, o zaman yalnız Azərbaycandır milli hakimiyyət qurdu öz bölgəsində, amma gələcək, yəni bu rejim yıxılanda xalqlar, məsələ kütlər, məsələ... Onda bəs mən elə şunu sualım sizin demək olar bu yaranır, bu məsələdən elə ardından elə danışmağıca elə davam verəsiniz. 21 Azərdən alınan demək olar dərslər, yəni ən azı siyasi baxımdan şu dediyiniz kimi o zaman bir dəstəklər var idi başqa ölkələrdən, indi vəziyyət necə olar? Yəni onlardan hansı dərsi almaq olar? Əlbəttə, sizin ardında sözünüzü... Bəli, bunu izah edin, bəli. Bu çox önəmli məsələdir ki, o zaman siyasi dəngənin qurulmasında xarici dövlət, yəni Sovyet Birliyi Azərbaycan yerel hakimiyyətinə yardım edildi. Belə bir dəngə quruldu və hakimiyyəti bir il həyatına devam edə bildi. Amma o himayə kəsildiyində o dəngə bozulmuş bir durumdaydı və hakimiyyət üstündə, yəni milli hökumətin ayaq üstə qalmamasının səbəblərinin həm iç səbəbləri var, yəni Azərbaycanda və milli hökumətin və ya firqənin zəif nöqtələri var bir tərəfdən. Bir tərəfdən də o mərkəzi hakimiyyətin o təcavüzkarına siyasətinə bağlı bir şeydir ki, bunu fikirəm ayrı yerdə dəyərləndirmək olar. Çünki bilmirəm də zaman olacaq yox. Amma buraya gəldiyimizdə o güc dəngəsi ki, dedik, xarici dövlətlərin güc dəngəsi, İrana baxdığımızda bütün dəyişikliklər və qeyri-fars xalqlarda milli hərəkatın rüşdü, tosəsi və orada güclənmələri göstərilir ki, İranda yeni hakimiyyət quranda yerel xalqların öz bölgələrində hakimiyyət qurulması güc dəngəsinin qurulmasına yardım edəcəkdir. Məsələn, necə
57-ci ildə bu iş, yəni Kürdistanda oldu. Necə 1945-də məsələn Azərbaycanda bu dövlət qurulmuşdu. Əlbəttə Kürdistanda dövlət qurulmamışdı, amma o zaman yəni yalnız Kürdlər bölgəsi ingilislərin, Kürdistan yəni ingilisin Kürdistan deyərkən har olur? Mən Kürdistan adında bir şey var, eyalət var İranda. O Bəli. Kürdistan eyaləti Həmin də o işlərə. zaman 1945-də işğaldaydı. Yəni Bəli. yəni ingilislərin işğalındaydı. Bəli. Azərbaycanda yaşayan Kürdlərə imkanı hakimiyyət verildi. Bəli. Yəni Kürdistan idi. Onun adı da Kürdistan hakimiyyəti idi. Mahabat Cumhuriyyəti. Yəni Mahabat eyaləti. Yəni, o cəhətdən sonralar Kürdlər onun özlərinin, yəni o milli hərəkatın hədəfləri cəhətində onun adını qoyurlar Kürdistan Cumhuriyyəti. Kürdistan Cumhuriyyəti adında bir şey qurulmamışdı. O zaman Mahabat Cumhuriyyəti ilə o adda da, o ədəbiyyatda da qalmış durumdadır. Hər halda bu günə baxdığımızda o dəngə, çünki o zaman milli hökumət qurulmuşdu, yalnız bir Azərbaycanda o dəngə mərkəzi hökumətlə çevrə güclərin arasında yox idi və yıxıldı. Sonra 1980-da Kürdlər, yəni İranda, İran inqilabından sonra Kürdlər İran rejiminə qarşı hərəkətə keçdilər və savaşı keçdilər ki, orada da çünki lazımi qədər dəngə qurula bilmədi. Bir tərəfdən də yalnız o deyildi. Mərkəzi hökumət da çox güclü idi Xümeyni gəldiyi zamanda. Çox güclü idi. Yeni məsələn devrim olmuşdu, İslamiyyət filan. Yəni xalqların da siyasi cəhətdən ağahlıqları çox zəif idi. Daha yeni 56 il istibdadı Pəhləvidə qalmışdılar filan. Yəni sansur, xəbərsizlik filan. O cəhətdən yəni Kürdlərin təşəbbüsləri də öz çevrələrində hakimiyyət qursun, ciddiyyət də böyük şeylə qarşılaşdı. Yəni baskı ilə qarşılaşdı. Yenə də tüm başqa bölgələrdə lazımi qədər güclü hərəkət yox idi qeyri-fars bölgələrdə. Yenə də 57-ci ildə bastırıldı Kürdlərin hərəkatı. İndi amma görürsəniz keçən 40 neçə ildə həm Kürdistanda, həm xüsusilə Azərbaycanda, çünki Azərbaycanda milli hərəkatın gəlişməsi ən önəmli rolu oynayır bu faktorda. Yəni çünki həm cəmiyyətin çoxluğu cəhətindən və həm onun etkili formada yalnız Azərbaycanda onların bir bölümü Tehran, Kərəz, Qubda yaşamaqları, yəni istər-istəməz yəni Azərbaycanda hərəkat, Tehranda hərəkata təsir edibdi. Orada güclücə bir demokratikləşmə sürəcinə bir qalxış mərkəzdə də meydana gəlməsi, hətta indidən də görmək olur. O cəhətdən bəlusların hərəkətinin güclənməsi bu göstərilir ki, məsələn İran rejimi, bu rejim gedirsə, nə ideolojik cəhətdən, nə təşkilat cəhətindən, nə söyləm cəhətindən İranın mərkəzi dövlət, yəni mərkəzi dövlət, güclü dövlətin olması imkan daxilində çox da ciddi çatışmalara belə şərait vardı. Məsələn, mücahidin, xalqla səltənətçilərin, sollarla səltənətçilərin, məsələn, liberallarla mücahidlərin hər halda yəni çox çatışma bir şərait var. Bu çatışmalar, yəni bu təzadların mərkəzdə olması mərkəzi dövləti istər-istəməz sarsılıb və zəif duruma qoyacaqdır və o zəif durumda qeyri-fars bölgələrdə yerel hakimiyyət qurulursa, onların bastırması mümkün olmayacaq. Yəni güc dəngəsi iç gücləri tərəfindən qurulacaq. Yəni qurulmasına şərait vardır deyə düşünmək lazımdır. Elə bura baxdığımızda bir hakimiyyətin sürdürür ya davamlı olmasının əsli səbəbləri güc dəngəsidir. İran, yəni baxın, bunun ki deyirəm, bu güc dəngəsi yalnız elə silah filan, əskərin ya filan olması deyil. Yəni çox fərqli alanlarda güc məsələsi meydana gəlməlidir. Hətta bu zehniyyət, hətta kültür belə, kültürün dəyişilməsi də o dəngənin bozulmasında çox təsiri vardır. Məsələn, əgərsə bugün yəni yeni nəsillərdə bu yəni keçmiş İran rejiminin məsələn şovinisti ideolojisində nə qədər rolu var bugün gənclər hərəkatında, məsələn yaşıl hərəkatında məsələn şovinisti elementlər çox zəif görüldü. Yəni gənc bu Z nəslinə baxdığımızda məsələn şüarlar filanlar ki, baxmayaraq ki İranın içində idilər və ciddi uzun zaman sansor vardı, amma gənclərin içində məsələn yəni ırqçı və ya hətta şovinisti şüarlar belə görünmədi. Yəni o çox mühüm məsələdir. O cəhətdən kültürel dəyişikliklər mərkəzdə də özdə şərait yarandı ki, belə bir dəngə iç gücləri vasitəsilə qurulmuş olsun və
əlbəttə burada məsələ budur. Yəni bu gün yəni İran rejimi dəyişilində yerel hakimiyyətlər qurulanda indi deyil, amma yerel hakimiyyətlər qurulanda bölgədə olan dövlətlər öz mənfəətlərinə diqqət çəkdiyində istər-istəməz bu hərəkətlərdən yəni himayət imkanları da vardır. Yəni istər-istəməz mənfəəti. Məsələn deyək ki, Azərbaycanda bizim Azərbaycanda güneydə yəni hakimiyyət quruldu. Azərbaycan dövləti belə bir hakimiyyətin, yerel hakimiyyətin olmasından istər-istəməz faydalanmağa çalışacaqdır və yəni bu da daha yəni xarici çevrədə qonşu dövlətlərin yəni pozitiv yanaşmaları bu dəyişikliyə, bu yerel hakimiyyətlərin qurulmasına, o dəngənin davamlı olmasında da istər-istəməz köməkçi olacaqdır. Yəni görünür ki, yəni əgərsə belə bir hərəkət meydana gəlirsə, daha davamlı olmasına şərait vardır. Sizin son sualınızı mən yadımdan... Bu dərsi ki, bu alacağıq, yəni bu 21 Azərdən alınan dərs ən azı siyasi baxımından. Bəli. Bir dənə çox-çox önəmli faktor var milli hökumətin məsələsində. Çünki orada hökumət quruldu, bir il davam tapdı, bir ildən sonra bir nədənlərə görə bəlkə doğru bir böyük ordu gəldi, böyük İran adlanan ölkənin demək olar, o dişəcək deyirlər, silahlı olaraq gəldilər. Amma bəlkə başqa bir tədbirlərlə bu hökuməti, firqə hökumətin davam vermək olardı. Yəni o zaman bilirsiniz, yəni bəzi araşdırmalar vardır ki, göstərir ki, əgərsə firqə biraz daha çox yəni dinamik bir strateji çərçivəsində girsəydi, biraz daha çox yəni yalnız Sovyetlərə deyildi, biraz gözünü açıb başqa yerlərə baxsaydı, xüsusilə firqənin içində o zaman ki, yəni qərar verdilər, gətir ordunu göndərsinlər Azərbaycana, firqənin içində üç girayişi fikri, üç təmayül fikri meydana gəldi ki, firqənin sarsılmasında ən böyük rol oynadı. Hətta o aşamada, yəni hətta xəbər, baxmayaraq ki, məsələn, firqənin mərkəzində ya mərkəzi komitəsində geri oturma, yəni belə fikirləri meydandaydı, mübahisədəydi filan. Amma yəni firqə bəzi cibhələrdə hətta irəli gedib, məsələn, bəzi kətləri də almışdı o zaman. Məsələn, Şimal tərəfində, Gilan tərəfində filan. Yəni bu zehniyyəti ki, firqə əcəba müqavimət edə bilərdi mərkəzi dövlətin qarşısında, bu özü bir böyük bir fikirdir ki, niyə üçün müqavimət eləmədi? Ən azı bir 2 həftə, 3 həftə, 5 həftə müqavimət lazım idi. Ondan sonra əgərsə hiss olurdu ki, zəifdir, məsələ geri oturmağa fərman verilərdi. Amma baxdığımızda ki, bu dərs dediyimizdə budur. Baxın, indi o gün bir formadaydı, bu gün bir başqa formadaydı. Mən işarə edərəm ona. O gün bu formadaydı ki, firqənin komitə mərkəzi 3 yerə bölündü. Bir tərəf, Səlamullah Cavidgil istədilər ki, mərkəzi dövlətlə şahla anlaşma və mərkəzi dövlətdən anlaşıb bir iş görsünlər. Yəni, dərvaqə təmayül vardı anlaşır. Yəni, bu məsələni dövlət mərkəzi ilə həll eləsin. Bir tərəfi qəziyyə, yəni Biryagil, Stalin tərəfdarı idi və Stalin tərəfindən nə gəlirsə onu icra etməyə çalışırdılar firqənin mərkəzində və Pişəvəri və İbrahimi gildə müqavimət, yəni müqavimət göstərək və davam edək filan onun tərəfdarı idilər. Bu üç təmayül əməldə firqənin əksəriyyətini, komitə mərkəzinin əksəriyyətini verirdi müqavimət etməyəyə, dirənməyə, yəni mərkəzlə uğraşma və ya barışma, Stalinin sözünə baxıb geri oturmada, Stalin istəyirdi o zaman çəkilsinlər Azərbaycana tərəf. Bu iki cina əksəriyyət oldu. Firqədə yəni qərardır ki, fədailara geri oturma fərmanı verilsin. Pişəvəri qəbul eləmədi bu fərmanı versin. Pişəvərini o son gündə firqənin liderliğindən aldılar. Biryanı qoydular. Birya geri oturma fərmanı verir. Hətta bu ki, son gündə firqənin liderini dəyişsinlər və geri oturma fərmanı versinlər. Yəni aşkarca göstərir ki, bu fərqli girayişlər o anda çox ciddicə firqəni sarsıtdı və firqənin o birgə olmasını mücadilə və müqavimət mərkəzini aradan aparsa, təbiətən fədailər nə edə bilərdilər ki, və məcburən belə oldu. Hətta 3 gün yəni ordu
Təbrizə 3 gün gəlmədən qabaq firqənin rəhbərləri tərk etmişlər. Bu da bir dənə böyük bir zəif o nöqtədir ki, hər halda amma bu günə gəldiyimizdə nədir? Baxın, bu günə gəldiyimizdə necə dedim, firqənin içində o yəni 3 cinah belə bir şərait yaratdılar və firqəni sarsıtdılar. İndi hərəkatımızın içində təşkilatlar, o cür güclü təşkilat ki, bu mənada ki, hamı, məsələn, xalq onun tərəfdarı olsun, hamı, öyle bir şey yoxdur. Çoxlu sayda təşkilatlar var. Təşkilatları ki, məsələ, yəni, ehtiyac yoxdur ki, bu qədər sayı, yəni, məsələ, deyək ki, yəni, İstiqlal bölümündə 10-12 dənə təşkilat kəsin ehtiyacı yoxdur, hamımızın da düşüncə baxımından bildilər. İndi də bir dənə məsələ vardı, o da budur. Ümumi cəhətdə, yəni, girayiş fikri ki, siyasilərimizin içində vardı, bir İranın içində məsələ həll olsun, yəni federalizm vasitəsilə, bir də yox, istiqlala təmayül, yəni şüarı vardır. Yəni, bu istiqlala təmayül olanlar, yəni istiqlal məsələsində ki, meydana gəldi, orada əsli məsələ ki, istiqlal olar olmaz xarici dövlətlərin himayəti. Yəni, o 3 dənə faktordan güc dəngəsi, hüquq məsələsi, nə hüquq məsələsi var İranda, çünki hələ biz bu qanunda elə bir şey yoxdur, gələcək qanunda belə bir şey ola biləcək deyə düşünməyimiz lazımdır. Çünki Cumhur İslamının qanunda yoxdur. Bir də içəridə güc balansında şəraiti yaranmayıb, amma istiqlala deyəndə xarici güclər, yəni xarici dövlətlərin onu rəsmiyyət tanıması ən mühüm faktordur ki, məsələn, bizim o dostlarımız ki, istiqlala düşünürlər, çünki hüquqi yapının olmadan və o güc dəngəsi əsasında yerel hakimiyyətin sürdürülər və davamlı bir iktidarın qurulması Azərbaycanda bərpa olmadan, yəni istiqlaliyyət şüarı Azərbaycanın içində eləyə bilir çox böyük bir sarsıntı, yəni Azərbaycanın siyasi gücünü tamamilə parçalayır və istər-istəməz bir zəif duruma satdırır. Dərs budur ki, baxmalıyıq ki, bugün o siyasi dəngə qurulana qədər içəridə hüquqi şərait yaranır. Hüquqi şərait budur ki, Azərbaycanda yerel dövlət yaransın, bu dövlət qanunda, İranın qanunda qəbul olunsun. Yalnız Azərbaycan deyəndə başqa bölgələrdə, yəni Kürdlər, Bəluçlar, Ərəblər filanlar, bu durum təsbit olunsun, Azərbaycanın möhkəmcə bir ayaq üstə dövləti qurulsun. Ondan sonra, əgərsə istiqlal istəyən varsa, istiqlaliyyət əsasında partiya, hizblər qursunlar, Azərbaycanın məclisinə istiqlal üçün müraciət və fəaliyyət eləsinlər. Yunus bəy, burada sual ki yaranır, partiyadır da, təşkilatdır, onlarda həqləri var. Yəni, istiqlaliyyətə görə fəaliyyət eləsinlər. Necə ki, federalçıların haqqı var, federalizmə görə fəaliyyət eləsinlər. Yəni, onların bugün istiqlalçıların istiqlaliyyətə görə fəaliyyətləri bir şeyin qabağını almağına olur, səbəb var. Ya yox, başqa dövlətlərdə də, məmləkətlərdə də, hətta Kanadanın özündə görürsünüz, Şəpəşdə istiqlalçılar fəaliyyət edirlər. Yəni, hizbdirlər, seçimə gedirlər. Yəni, bunların bugün Güney Azərbaycanın ya İran adlanan ölkədə o coğrafyanın istiqlal adına çalışmaq, hərəkətə lətmə vurur, acaba zərər vurur. Ya nədən siz bu fikirdəsiniz? Bəli, əlbəttə, indi diqqət edəsəz Quebec ya, məsələn, Quebecdir ya, məsələn, Skoçda, yəni Skotlanddə, yəni referendum, istiqlal referendumu getdilər. İstiqlal adına partiyalar var. Tamam, gözəldir. Əgər mən belə son cümlələrimi bu sualdan qabaq diqqət eləsəydiniz, dedim ki, əvvəl Azərbaycanın yerel hakimiyyəti qurulmağı lazımdır. Legallaşması, yəni hüquqi cəhətdən anayasada yerin alması lazımdır. Bərpa olması və onun sürdürülür bir duruma gəlməsidir. Yəni, məsələ deyək ki, firqənin, milli hökumətin qurduğunda sürdürülür bir durum yoxdur da. Bir ildən sonra gördük ki, devam edə bilmədi. Məsələ, bir neçə il davamına möhkəmcə Azərbaycanın siyasi gücləri dayanmalıdır və təsbit olandan sonra, yəni yerel hakimiyyət təsbit olandan sonra o zaman istiqlaliyyət zehniyyəti, istiqlaliyyət quran partiya zamanı gəlmişdir bir durumda demək olar. Üçün əgərsə istiqlaliyyət fikri hakimiyyətin, yerel hakimiyyətin qurulduğundan qabaq olursa ki, indi olub bizimkində Azərbaycanın siyasi gücləri arasında çox ciddicə bir ayrılıq və hətta parçalanma vardır. Çünki onlar belə bir şüarlar verirlər ki, qeyri-mümkündür məsələ bu gün durumunda. Yəni, əməldə Azərbaycanın ciddi fəaliyyətin, bu yerel hakimiyyətin qurulmasında, yəni, əngəl törədir. Amma baxdığımızda, məsələn, Quebec əvvəl yerel hakimiyyəti qurub. Onu təsbit etdirib, o Azərbaycan, Kanadanın qanununa yerləşib, ya Skotland,
ondan sonra təsbit olandan sonra istiqlalçı partiyalar düzəlib və istiqlaliyyət üçün fəaliyyət edə bilər. Dəqiqən Azərbaycanda belə olmalıdır. Yəni yerel hakimiyyət əvvəl qurulmalıdır, anayasaya yerləşməlidir, dəncə qurulmalıdır və sürdürülür bir duruma gəldiyində, yəni sabit olduğunda hakimiyyət, o zaman istiqlalçı partiya, istiqlalçı düşüncənin meydana gəlib qurulması çox da normal bir hərəkətdir. Amma bugün hər kəsin fikri vardır. Əlbəttə ki, hər kəsin fikri var, hər nə fikirdə qurulsun. Amma o məsələdə bizim analizimizə baxdığımız lazımdır ki, bu fikrin qurulması bugün nəzər edilə bilər, ya sabah qurulsa nə qədər mənfəətli ola bilər deyə düşünməyimiz lazımdır. Quebeci məsələn nümunə tutursaq, Quebec nədir? Quebec istiqlal şüarı verməyib ki, qurulanda. Federal şüarı çərçivəsində federal, yəni yerel dövləti qurub, təsbit edib, yəni bunun davamlılığın sabit təsbit edib, hüquqi cəhətdən, ondan sonra istiqlalçı partiyalar qurub istiqlala çalışırlar. Bizimkilər də elə etsələr daha gözəl olardı məncə. Bəli, təşəkkür edirik dəyərli Yunus bəy bu izahatınıza görə. Ancaq partiya nə qədər olmağı hərəkətə zərəli yoxdur. Xeyri var, fərqli fikirlərlə, fərqli düşüncələrlə hala siz də öz baxışınızı demək olar Azərbaycanın ya bu coğrafiyanın gələcəyinə dediniz. Sayın Yunus bəy, demək olar sualın danışığımızın davamında bildiyiniz kimi 21 Azər yaxınlaşır. Təbii 1-2 gündən sonradır da. Amma 22 Azər ya 13 dekabrda İsveçdə, İstockholmda bir orada açıcı olacaq, toplantı olacaq. Bildiyiniz kimi bir dənə də şura yaranıbdır, Əməkdaşlıq Şurası. 9 dənə təşkilatlardan onun içində vardılar, fəaliyyət aparırlar birlikdə. Nədən bu təşkilatlar bu günü özlərini tanıtmaq üçün bunların özlərinin bir hala bəyaniyələri var ki, saxlayıblar bu günə, yəni 21 Azərə, hala 22 Azərdə olacaqdır. Nədən bu günü seçdilər? Özlərini tanıtmaq üçün bu dostlarımız, bu əzizlərimiz ki, bu şuralarını yaradıblar. Əlbəttə, bunun ardından mən sizin özünüzdə partiyayızda da görə ki, ilk olaraq bu əməkdaşlığın içində var idi. Sonra bir nədənlərə görə ayrılmağa qərar verdiniz. Onu da mən ayrı bu sualdan soracağım. Nədən bu əzizlərimiz bu günü seçdilər ki, özlərini orada tanıtırsınlar? Bəli, yəni əsli səbəb əlbəttə dediyim o danışığımızın əvvəlində milli hökumətin qurulması bizim xalqın, yəni tarixi siyasi cəhətdən tarixi poştvanəsi sayılır. Yəni bu millət hakimiyyət qurmuş burada. Əgərsə o hakimiyyətin gəldiyi gündən onu dəyərləndirib və onu ağırlayırsa, yəni bir yeni hakimiyyətin qurulmasının yeri boşdur deyə o cəhətdən çaba göstərilirlər. Azərbaycanda siyasi güclər onların siyasi stratejilərinə baxmayaraq milli hökuməti öz tarixlərində bir milli dövlət kimi dəyərləndirib onu ağırlayırlar. Normal olaraq bu Əməkdaşlıq Şurasında olan partiyalarda baxmayaraq onların stratejisi bəzən bir-birindən fərqlidir, amma yəni hamı onlar orada olanlar və olmayanlar belə təşkilatlar milli hökumətin il dönümünü hər zaman qutlayıb və onu çox bir gözəl vəsdə dəyərləndirib və anırlar hər halda. O cəhətdən o günü seçmişlər. Bir də yəni yeni bir şuranın, Əməkdaşlıq Şurasının qurmasını bir türlü Azərbaycanda dövlətçiliyə də bağlayırlar deyə, yəni 21 Azəri orada o Əməkdaşlıq Şurasının proqramını təqdim eləməkdə və istər-istəməz o gündə bir yəni proqramlarını təqdim eləməyə səbəb də oradadır. Səbəb odur ki, yəni baxın Azərbaycan dövlətçiliyi qurulan anı biz proqramı təqdim eləmək istəyirik. Bu mənada ki, yəni Azərbaycanda bir dövlət qurulmasını tələb edirik. O cəhətdən 21 Azəri seçmişlər, amma diqqət elədiyimizdə 21 Azərin hakimiyyət, yəni milli hökumətin quruluşu yasal yapıya dayanırdı. Əsli Əncüməni vilayəti, iyaləti və vilayəti dayanırdı ki, istər-istəməz o zaman xalqlara, bölgələrə, yəni Azərbaycana və başqa bölgələrə o qanun çərçivəsində hakimiyyət qurma yeri verildi. Diqqət etsəz, o zaman da yəni bu iş oldu, hətta bir gün fürsət olursa yeni bir kitab yayılmışdır. Əncüməni iyaləti yayılıbdır Azərbaycanda. Bunu mən kitabı gətirmişəm buradadır. Yəni bir gün olsa onu oturarıq bir zaman. Əncüməni iyaləti Azərbaycan nə edibdir filan edib, onu danışar sonra. Amma hər halda o qanun əsasında Azərbaycan Demokrat Fərqəsi və
Azərbaycan Milli Hökuməti quruldu. Yəni yerel hakimiyyət quruldu. İndi bizim bəzi dostlarımızın, yəni aktivistlər də bu partiyaların içində biraz revizyonisti düşüncə var ki, güya məsələn firqə gərək istiqlal elan eləymiş. Ya məsələn bəziləri də hətta deyirlər ki, bu milli hökumət elə müstəqil bir hökumət imiş kimi dəyərləndirir. Yəni analizdə biraz gerçəkçilikdən uzaqlaşıb və istədiyi kimi, istədiyi zehniyyəti gerçək tarixə yükləmə zehniyyəti də vardır bizimkilərin içində ki, məncə elə olmasaydı daha yaxşı. Yəni nə qədər gerçəkçi olursaq, o qədər analizlərimiz və o analizlər əsasında qurduğumuz stratejilər daha doğru və daha düzgün ola bilər deyə düşünürəm. Təşəkkür edirəm Yunus bəy, bu sualımızı da cavabladınız. Yunus bəy, bir sualım da ki, mən özümə gəlir bu sual. Elə indi əlbəttə dostlar ki, yazışırlar, onlardan da təşəkkür edirəm, vardılar, bizi hər zaman himayət edirlər. Onlardan ricam bu da abunə olub və linkimizi də paylaşsınlar da digər dostlarımızla. Bu 4-5 günü biz demək olar özəl proqramlarımız 21 Azər ya Azərbaycanın Demokrat Firqə hökuməti ki 80 il bundan qabaq idi və onun nədənləri, yıxılmağın nədənlərin qonaqlarımızla danışıq. Yunus bəy, o birisi sualımıza keçmədən mən bunu bir qısa olaraq rica edirəm cavab verin ki, niyə 21 Azər? 21 Azərdən məgər biz qabaq əslən İranın bütünlüyündə biz məgər hökumət eləmədik, məgər başqa olaylar baş vermədi, məgər Səttarxan hərəkatı yox idi. Niyə 21 Azər bunların içində özəl seçilir? Bunun nədənlərin açıqlaya bilərsiniz? Yəni bir dənə bir təəssüflü bizim tariximiz var. Türk xalqının İran siyasi coğrafiyasında yəni bir təəssüflü və hətta ağlamalı bir tarixi var. Keçən 1000 ildə Səlcuqların başladığı bir imperatorluq qurulub və yəni zaman fərqli sülalələr, çox güclü qüdrətlər və dövlətlər qurublar. Yəni İran, yəni siyasi coğrafiyasında Türk dövlətləri. Amma baxdığımızda ən son sülalə, yəni Qacarların qurduğu hakimiyyətə gəldiyimizdə, xüsusilə Səfəvilər zamanından bu Fars məfkurəsi yəni Türk dövlətlərin zehniyyətinə girmişdi. Əlbəttə ayrı səbəblər də var. Məsələ ki, onun burada cüziyyatına geçmememiz lazımdır. Amma fəqət yalnız istəyirəm gəlim sizin sualınıza. O zamandan yəni bizə yəni baxın məsələn Səfəvilərin paytaxtı İsfahanı məsələ götürmələri filan və hətta belə Qacarların özünün də paytaxtı Tehrana götürmələri filan. Yəni əməldə nəticə məşrutə inqilabı deyildi. Ondan qabaqda İranda yəni fars dili bir divan dili kimi istifadə oldu. Yəni əlbəttə o zaman 3 dil istifadə olurdu. Yəni dərbarda və ordunun dili Qızılbaş ordusu idi, dil türkü idi. Və ərəbi dilcə də elmi dili kimi, fəlsəfə dili kimi istifadə olurdu eyni halda. Amma divan dili fars dili oldu və bu divan dili gedişatda qazandı. Və yəni İnqilab-ı Məşrutiyyətdə anayasanı yazanda fars dilini tələb etdilər. Əlbəttə ondan da elə dövlətin divan dili o dildə geçirdi filan erdi. O zaman yəni biz İran siyasi coğrafiyasında minillik hakimiyyətimizi bu vasitə ilə ki, yəni İranda koduta oldu, yəni Riza Şahı gəldilər, qoydular, yəni Qacarı devirdilər və Riza Şahı qoydular. Onda səbəbi deyərəm bir iki dənə cümlə deməm və eşitmək yaxşıdır. Ondan sonra yəni Riza Şahın hakimiyyəti gəldiyindən sonra Türk xalqı o pozisyonunu itirmə bir durumuna gəldi və yəni biz yenildik ta gəldik ki İranda hakimiyyət əldən getdi və heç bir şeydə yoxumuzdur. Yəni ondan sonra 1945-ci ildə birinci dəfə olaraq Məşrut İnqilabından sonra və Riza Şahın hakimiyyətindən sonra 2-ci Dünya Savaşına gəldiyimizdə o devrlərin oğlu gəlib, orada bir təşəbbüs oldu Azəri hakimiyyət qurmağa və milli hökumətin qurulması Azərbaycan üçün, yəni özəl Azərbaycana bir hakimiyyətin qurulması və indi də bildiyimizə, analizimə görə Azərbaycanda bizim dövlət qurma imkanımız və şəraitimizin olmasına görə Azərbaycanda yaranan milli hökumət bizim üçün, bizim xalqımız üçün, siyasi hərəkətlərimiz üçün çox ciddi milli önəm daşıması üçündür ki, milli hökumətin
Yəni quruluş günü bizim üçün, xalqımız üçün və siyasi hərəkətimiz üçün bu qədər əhəmiyyəti vardır. Ahmet.